İyunun 21-də Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, gecə və səhər zəif duman olacağı, cənub-qərb küləyinin gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı, axşama doğru küləyin arabir güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidməti bildirir ki, temperatur gecə 19-22, gündüz 27-32 dərəcə isti, atmosfer təzyiqi isə 756 mm civə sütun olacaq. Naxçıvanda arabir yağış yağacaq. Havanın temperaturu 25-27 dərəcə isti olacaq. Bəzi yerlərdə şimal-qərb küləyi güclənəcək. Azərbaycanın əksər rayonlarında yağıntı gözlənilmir, lakin gündüz bəzi dağ təyi və dağlıq rayonlarda yağış yağacaq, şimşək çaxacaq, ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacaq, dolu düşəcək. Zəif duman gözlənilir, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 18-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.